Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir. Bu əmələ görə azadlıqdan məhrum etmə 2 ildən 3 ilə qaldırılır. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə 360 saatdan 480 saatədək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Qüvvədə olan məcəlləyə əsasən, eyni əməl 360 saatdan 480 saatədək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Qeyd edək ki, oğurluğa görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının daxil edilməsi ilə bu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılır və az ağır cinayət hesab edilir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.